Rəhmətli Çingiz Mustafayevin kadrlarına baxın, o körpləri partladan mənəm. O qaçanlar söyləmi, hara qaçsa bir qeyrət, uğraşda deyirəmi, Çingiz çəkir. Bax o mənəm. Orada villalarım qalıbdı. Gəlib yığışmışam burada bir balaca bir yerə, 10 dəlimdən alırlar burada. Tökürlər bizi çölə. Kimə dərdimiz deyək? Burada kim istəyir, məmurlar nə terror istəyir, o cür hərəkət edir. Kimin boynu yoğundur, o hərəkət edir. Yazıq yetim yesil qalıb, hamı bir-birinin üzünə baxa-baxa qalıb. Müharibə yenə başlayacaq. Mən silah əlimə götürəndə kimi gül atmalıyam. 59 Məni bu günə salana yoxsa Erməniyə? Özü hamı bir-birinə deyir ki, danışmayın. Qorxuludur, apaslıdır. Danışarsan səni evindən apararlar. Aparsınlar, aparsınlar bir cana. Mən güllədən qorsaydım, müharibə 2 dəfə getməzdim. Bu yaşımda mən hamıdan qabaqda getmişəm. Aç interneti, yaz Cümşid Sultanov görünə çıxır. Cəmaatımız hamısı bilməlidir ki, qeyrətli olanlar vuruşur da. Qeyrətlər qaçıblar. Heç maraqlanan yox. Sərs kim? Yox, mən sənə açığını deyirəm sənə. Sərs kim? Mən gələcək eləsin qabağında cavab verməyəm, mənim imkanım çətir ki, ölərəm burada qalaram məsələn. Açmaq lazım, qoymaq lazım, axırın dəfəsinə kimi. Amma o uğraşlar burada. Laf kimə güvəndiklərimiz, hamısı qaçır. Ölümdən qorxandan deyiləm mən. Amma sözdə düz deməyə qoymurlar. Çünki deyirsən balanı uğrayarlar, balanı apararlar. Biz o kadar humanist xalqıq ki, bax burada bu saatları bax burada ham bilir. Bax bu dəqiqə bax qapını döyüb erməni çıxsın buradan. Bax burada yaşayır. Erməni yaşayır, heç birimiz heç nə demirik. Yaşayır, yaşasın. Biz öyle xalqıq ki, biz qonşuluğu da başa düşürük. Amma bizdə öz Azərbaycanlılarımız salı çöllərə. Niyə görə? Hansı münasibətlə? Niyə görə? Mən də benzin qoymuşam cebimə, hazıram, özüm yandım ağa. İrgənmişəm bu həyatdan. İrgənmişəm bu həyatdan, Allah'ın olsun. Ölüm şərəflidir. Ölüm yaxşıdır, çünki belə yaşayış.